İddiasına görə burun dolğusu etdirdikdən sonra burnumda və səhhətimdə ciddi fəsadlar yaranıb. Xəzər xəbərə müraciət edən Nərmin İsmailova deyib ki, mədəsində problemlər, dərisində göbələk yaranıb, hətta bir gözü görmürdü. O iddia edir ki, ötən ilin sonlarında Lazer Beauty klinikasının estetik kosmetoloqu Rəna Soltanovaya burun dolğusu üçün müraciət edib. Elə hadisə də bundan sonra başlayıb. Noyabr ayının 18-də mən Rəna Soltanovaya burun dolğusu elətdirmişdim və burun dolğusu həmən anda göyərmə baş verdi burnumda. Mən dedim, bu normaldır. Get evə, buz qoy, bizlə əlaqə saxla. Mən evə gedən vaxtı burnumun nə cür çox dəhşət dərəcədə göyərdiyini gördüm və onun ətrafında olan qızlara xəbər verdim, assistentlərə. Qızlar dedi ki, Nərmin xanım, bu olan bir şeydir, heç narahat olmayın. Bu hallar baş verir. Bir gün belə, 2 gün belə və günü-gündən burnumun vəziyyəti daha da çətinləşib, daha da pisləşirdi. Onu da iddia edir ki, bundan sonra həkim xarici ölkəyə səfər edəcəyini, problemlə bağlı köməkçiləri ilə əlaqə saxlamalı olduğunu bildirib. Orada Fidan xanım var, kosmetologiyada. Fidan xanım mənim burnuma bəlkə bir neçə dənə, 20 dənə iynə vurdu. Həmən o iynələrin bu dəqiqə hal-hazırda mən acısını yaşayıram. Mədəmə ziyan eləyibdi, dərimdə göbələk yaranıbdı, antibiotiklər. Nə qədər mən antibiotik göbəyimə qan durulducu, qanım tutulmuşdu. Yəni mənim hətta bir gözüm görmürdü. İkinci dəfə gedəndə bu ağardıcının yarısını çıxarıb soyuducudan bunu mənim burnuma vurur. Deyirəm, bunu mənim burnuma niyə vurursan ki? Zaten mənim burnum zərər çəkibdi. Sən 15 gün, 20 gün qalma mənə soyuducuda məhlulu niyə vurursan? Hə, yaxşı, açın təzəsini gətirin, qoyun, xətrinə dəyməyək falan. Bunu mən deməli deyiləm sizə. Məsələ ilə bağlı Lazer Beauty klinikasına yollandıq. Sözügedən klinikada fəaliyyət göstərən Rəna Soltanovanın və digər kosmetoloqların bizə müsahibə vermək istəmədikləri bildirildi. Vətəndaşın iddialarından yola çıxaraq sözügedən Lazer Beauty klinikasına gəldik. Özünü klinikanın rəsmi nümayəndəsi kimi təqdim edən xanım bizə bildirdi ki, sözügedən şikayətçi bu klinikada hər hansısa bir estetik prosedur keçirməyib. Və həmin xanım bizə onu da bildirdi ki, bizim hazırda dayandığımız bu yer Lazer Beauty klinikasına aid deyil. Lakin yuxarı hissədə böyük hərflərlə Lazer Beauty klinikasına aid olduğuna dair böyük bir loqo yerləşdirilib. Onu da qeyd etdilər ki, şikayətçi böhtan atır və onunla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklər. Məsələ ilə bağlı elə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə də əlaqə saxladıq. Qurumdan Xəzər xəbərə bildirildi ki, məsələ ilə bağlı ciddi araşdırmalar aparılır, ictimaiyyətə məlumat veriləcək. Aynurə Xudaverdiyeva, Davud İbrahimov, Xəzər xəbər.